Salam şagirdlər, bu videomuzda 9-cu siniflər üçün 28 oktyabr 2025-ci il tarixinə keçirilmiş monitorinq imtahanının riyaziyyat suallarının izahını sizlərə təqdim edirəm. Deməli, 51-ci sualdan başlayırıq. Rombun diaqonallarının hasili 96 olarsa, rombun sahəsini tapın. Deməli, bu sualda biz ilk öncə rombun sahəsini xatırlayaq. Biz bilirik ki, rombun sahə düsturlarının biri də bu idi ki, onun diaqonallarının yarısı. Yəni, bu birinci diaqonal olsun, bu da ikinci diaqonal olsun. Deməli, rombun sahəsi bərabərdir. D1 vurulsun D2 bölünsün 2. Aha, indi rombun diaqonallarının hasılını 96 verib, gətirib yerinə qoyuruq. 96 bölünsün 2 bərabərdir 48-ə. Vəssalam. Deməli, sahənin tapdığı neçə elədir? 48, B variantı. İndi isə 52-ci suala baxırıq. İki oxşar üçbucağın sahələri nisbəti uyğun olaraq 64 böl 16-dır. Böyük üçbucağın hündürlüyü 8 olarsa, kiçik üçbucağın hündürlüyünü tapın. Şagirdlər, artıq burada şəklini çəkməyə ehtiyac yoxdur. Biz bilirik ki, sahələrin nisbəti oxşarlıq əmsalının kvadratına bərabərdir. Yəni, biz əgər oxşarlıq əmsalını k götürsək, sahələrin nisbəti k kvadratına bərabər olacaq. Yəni, 64 böl 16-ya, bu da bərabərdir 4-ə və k da bərabər olacaq 2-yə. Deməli, oxşarlıq əmsalı 2-dir. İndi əgər böyük üçbucağın hündürlüyü 8-dirsə, kiçik üçbucağın da hündürlüyü 8-dən, yəni 2 dəfə balaca olmalıdır da. 8 bölünsün 2. Sürətli və qısa yazıram. Cavabları yoxlaya biləsiniz. 8-i 2-yə bölündə cavab eləyir 4. Cavab A variantı. 53-cü suala baxaq. Şəkildə verilənə uyğun olaraq x-i tapın. Deməli, bir ABC düzbucaqlı üçbucaqdır və burada bir dənə gəlin, məsələn, M deyək. BM hipotenuzə endirilmiş bir hündürlükdür. Görürük ki, burada 90 dərəcə bildirir bizə, perpendikulярlıq əlamətidir və 2 dənə proyeksiya yaranır burada. Bir AB katetinin proyeksiyası x ilə işarə olunub, BC katetinin proyeksiyası 4 ilə verilib. Yəni, MC 4-ə bərabərdir. Və biz bilirik ki, əgər buna biz desək, hündürlüyün kvadratı, yəni BM-in kvadratı bərabərdir proyeksiyaların hasilinə. Yəni, AM vurulsun MC. Deməli, BM-in kvadratı nəyə bərabərdir? 64-ə, bu da bərabərdir x vurulsun 4. Yəni, hipotenuzə endirilmiş hündürlüyün kvadratı proyeksiyaların hasilinə bərabər olur. Aha, yazdığını, buradan da x bərabərdir neçəyə? 16-ya. Cavab C variantı. İndi isə 54-cü suala baxırıq. Baxın, tənliyi deyir, həll edin. Bir bərabərlik var. Məxrəclər eynidirsə, deməli, və bunlar bərabər kəsilsə, deməli, bunların sürətləri də bir-birinə bərabərdir. Yəni, yazıram, x-in kvadratı bərabərdir 8x minus 12. Və mən bərabərliyin sol tərəfinə bütün ədədləri keçirdirəm. Buradan yazıram, yəni təmiz yerdən yazaq. X kvadrat minus 8x plus 12 bərabərdir 0-a və bir kvadrat tənlik formasını aldı. Təbii ki, bunu siz diskriminantla da tapa bilərsiniz, amma biz Viet teoreminə əsasən, yəni hansı iki kökü var ki, onun hasili 12 eləsin, cəmi isə müsbət 8 eləsin. Təbii ki, bu 6 və 2-dir. Deməli, bu tənliyin indi 6 və 2 kökü olduğunu tapdıq, amma indi yerinə qoyub yoxlamalıyıq. Baxın, məxrəcdə x minus 6 var. Əgər mən 6-nı bura qoysam, x çıxılsın 6 bərabər edir 0-a və məxrəcdə də 0 ola bilməz. Deməli, 6 kökü ödəmədi. Cavab olur 2, A variantı. İndi isə baxırıq 55-ci suala. Deməli, şəkildə verilmiş fiqurun ağ rəngli hissəsinin sahəsini tapın. Bax, gəl biz fiqura baxaq. Fiqur təbii ki, düzbucaq. Əslində bizə bu düzbucaqlı haqqında bir söz deməyib burada. Amma yəqin şəkildə onu təsvir etmək istəyirdi. Əslində burada biraz çatışmazlıq var. Yəni ən azından bizə göstərməli idi bu düzbucaqlı olduğunu. Nəysə, biz bu düzbucaqlını bir dənə kənarda yenidən baxaq. Deməli, tərəf 6-dır. Tərəf 6-dır. Daha doğrusu tərəf 12-dir. 12-dir. Bu hissə bu tərəfdə 12-dir. Bura edir 8, bura edir 8. Bəli. İndi baxaq. İndi biz bu düzbucaqlının ümumi sahəsini tapaq. Düzbucaqlının sahəsini edirik, eni uzuna vururuq. Yəni, düzbucaqlının sahəsi bərabər olacaq 12 vur 8-ə. 12 vur 8-ə. Bu da bərabərdir 96-ya. İndi biz 96-dan bu qara rəngli üçbucaqların, iki dənə bu birinci qara üçbucaq, bu da ikinci qara üçbucaq.
Bunların sahələrini tapıb düzbucaqlığın sahəsindən çıxmalıyıq. Düzbucaqlı üçbucağın sahəsini necə tapırıq? Katetləri bir-birinə vurub 2-yə bölürük. Yəni bu üçbucağın sahəsini tapmaq üçün biz 6-nı vururuq 8-ə, bölürük 2-yə. Bu eləyir 24. Yəni 48 bölü 2 eləyir 24. 24 bu üçbucağın sahəsidir. Bir də buradakı üçbucağın sahəsi bərabər. Çünki baxın bunun da kateti 6-dan 8-də. Deməli 2 üçbucağın bir yerdə sahəsi olacaq 24 vurulsun 2. Bu da bərabərdir 48-ə. Vəssalam. İndi biz 48-i tapdıq. Düzdürmü? 48 bu iki qara işarələnmiş zonadır. İndi ümumi sahədən də, yəni 96-dan da çıxacaq 48-i. Cavab yenə də bərabər edəcək 48-ə. Cavab 48. A variantı. Bizdən ağ rəngini istəyirdi də bunu. Aha, bu qədər. A variantı. 56-cı suala baxaq, deyir, məxrəci irrasionallıqdan azad edin. Gəl baxaq, deməli bu 5-dir. Bunu da 2 köşdə 2-ni əgər köç daxilinə salaq, daha rahat başa düşmək üçün. Fərqi yoxdur, yenə də qoşmasını bu şəkildə də yaza bilərik. Yenə də gəl bunu kök 8 kimi göstərək, çıxılsın kök 3. Qoşması, yəni bunu natural orada çevirən ədəd 10 axtaraq biz. Təbii ki, kök 8 plus kök 3. Aha, vurduq. Deməli, kəsrin sürətini də buna vurmalıyıq. Kök 8 plus kök 3. Aha. İndi baxaq. İndi mən bu hissəni bu hissəyə vuranda fikir verin. A minus B, A plus B. Kvadratlar fərqinin açılışıdır müxtəsər forma düsturunda. Nə olacaq? Birincinin kvadratı, yəni 8, ikincinin kvadratı, yəni kök 3-ün kvadratı, yəni 3 çıxılsın 3. Yuxarıda da qalır 5 vurulsun. Kök 8-də yenidən artıq 2, kök 2 plus kök 3 kimi yazıram. Aha. Biraz səliqəsiz oldu, eyb yoxdur. 8-dən 3 çıxanda neçə eləyir? Bu 5-dir. Bu 5 ilə bu 5 getdi. İxtisar getdi. Yerdə qaldı 2 kök 2 plus kök 3. Bu variant, bu cavabı variantlarda axtaraq. Baxın, C variantında var imiş. İndi keçirik neçənci suala? 57-ci suala. Deməli, kökdə 38 ədədinin kəsr hissəsini tapın. Deməli, uşaqlar, belə bir şey var ki, ədədin tam hissəsi ilə kəsr hissəsini toplayanda ədədin özü olacaq. Yaxşımı? İndi diqqətlə baxaq. Ədədin gəl birinci tam hissəsini tapaq. Kökdə 38 dəyərli şagirdlər. Kökdə 38 kök 36-dan, yəni 6-dan böyükdür. Kök 49-dan, yəni 7-dən kiçikdir. Deməli, bu 6 tam neçə olmalıdır? Düzdürmü? 6 tam neçə olacaqsa, deməli, bunun tam hissəsi neçədir? Bunun tam hissəsi 6-dır. Ədədin özündən də tam hissəni çıxsa, sizə kəsr hissəni verəcək. Yəni, kök 38 ədədin özü idi. Və bundan da mən nə edirəm? Tam hissəsini çıxıram. Düzdürmü? Çünki kök 38 6 tam neçə edəcək? Vəssalam. Kök 38 çıx 6. Cavab budur. Belə də qalır. D variantı. İndi baxaq 58-ci suala. Deyir ki, bizə, bir dənə buranı təmizləyək, bizə mane olmasın. Aha. İndi baxırıq. Deyir A -1, bir də A2. Hər ikisi eyni anda olduqda hansı ifadənin mənası olmaz? Baxın şagirdlər, yəni bizə kəsirlər verilir 5 kəsir və bu 5 kəsirlərin məxrəcində hər ikisini eyni anda yoxlamalıyıq və hər ikisini də yoxlayanda cavabların tapanda mənası olmamalıdır. Yəni məxrəc sıfıra çevrilməlidir. Baxaq. A variantında əgər -1 qoysam 1 çıx 4 edəcək -3. 2 qoyanda bəli mənası olmur. 2-nin kvadratı 4, 4-dən 4 çıxan 0. Amma 2-də mənası olmadı, amma -1-də mənası oldu. Deməli, mənə variant lazım deyil. Çünki hər ikisində olmalıdır. İndi bir-bir belə yoxlaya bilərsiniz. Amma deməli, burada variantları seçək. Məsələn, D variantına baxaq. -1 qoysam, bəli, mənası olmayacaq. Çünki -1 üstəgəl 1 0 eləyir və mənası olmur. İndi 2. 2-ni də qoyuram. 2 çıx 2 0. Burada da hər ikisində də -1-də həm qoyanda, həm də 2-ni də qoyanda həqiqətən də mənası olmur. Yəni, fərqi yoxdur. Əgər sən bir dəfə buradakı A-ya da, buradakı da -1 qoysan, olacaq 0 vurulsun -3 və 0-a çevriləcək, yenə mənası olmayacaq. Və yaxud 2 qoysan, 2-dən 2 çıxanda 0, 2 üstəgəl 1, 3, 3-ü sıfırlanda yenə 0. Deməli, cavab D variantıdır, düzdürmü? Məsələn, C-yə baxaq. Məsələn, -1 çıx 1, -2, -1 üstəgəl 2 eləyir 1. Gördün, 1-də mənası var, amma 2-də bəli, mənası, 2-də də yenə də mənası var. Fərqi yoxdur.
Vəssalam. Deməli, bir dənə D variantında mənası olmur həqiqətən də. İndi keçirik 59-cu sualımızın izahına baxaq. Baxaq 59-da görə bizə nə deyir? Hansı ifadəni kök 7 çıx 2 ifadəsini burada 3 alın. Məsələn, həmin ifadəyə biz x deyək, bunu vururuq. Kök 7 çıx 2 bərabərdir 3-ə. X-i də tapmaq üçün nə edərəm? Hər tərəfi bu ifadəyə bölərəm. Yəni 3 bölünsün. Kök altında 7 çıxılsın 2-yə. Bunu da məxrəci rasionaldan azad edilməsi üçün qoşmasına vuraram. Kök 7 plus 2. Burada da kök 7 plus 2-yə vurdum. İndi baxaq. Baxın, dəyərli şagirdlər. İndi bunu yazıram burada mən. Yenə də həmin bayaqki müxtəsər vurma düsturu alında. Birincinin kvadratı 7, çıxılsın ikincinin kvadratı. A kvadrat çıx B kvadratın asışıdır da bu. Eləcə çıx 4. Yuxarıda da qalıb 3 vurulsun. Kök 7 plus 2. Aha, indi baxaq. 7 çıx 4 3-də. Bu 3 ilə bu 3 gedir. Yerdə nə qalır? Kök 7 plus 2. Deməli, həmin ifadəmiz x-imiz kök 7 plus 2-yə bərabər imiş. Baxaq. Bəli, C variantında var imiş. 59-da da C variantı. Keçək 60-a. Deməli, ABC üçbucağında AY və BD medianları K nöqtəsində kəsişir. AK 8-dir, KD 3-dür. KD-yə baxaq 3-dür. BK plus AY. BK-yə gəl x deyək, AY-də y deyək. BK hanı? BK budur x. AY hanı? AE-ni bütöv istəyir bizdən. Aha, AY-də burada mən, ya buna y deməyək. Buna heç nə deməyək. Elə AY olduğu kimi qalsın. İndi diqqətlə baxaq. Və şagirdlər, medianlar kəsişmə nöqtəsində üçbucağın ağırlıq mərkəzi yaranır. Və həmin o nöqtədən təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünürlər. Yəni bura əgər 2 nisbətidirsə, məsələn 2K-dırsa, burada olacaq məsələn 1K. İndi AY medianında AK 2K nisbətinə bərabərdir. Yəni bura 8-dirsə, burada 4 olmalı. Çünki 2K 8-dirsə K olur 4. Aha, deməli tapdıq. İndi AY-nin bütün uzunluğu nə qədər olacaq? 8 üstəgəl 4. Yəni AY bərabərdir 8 üstəgəl 4, yəni 12-yə bərabərdir. İndi bizdən də bir də BK-nı istəyir, düzdürmü? AY-ni tapdıq 12. İndi BK-nı istəyir. BK-da BD medianının 2-nin 1-ə nisbətində. Məsələn, bura 2y desəm, qoy bunu silim, biraz sizi çaşdırmasın. Aha, bunu sildim. Diqqətlə mənə baxın. İndi bu 2y-dir, bu da y-dir. Düzdürmü? KD-ni də bizə 3 verib. İndi əgər y 3-sə 2y neçə olacaq? 6. Axı 2-nin 1 nisbətində bölünmüşdü. Bəs bizdən də BK-nı istəyir. BK da 6-ya bərabərdir. BK da 6-ya bərabərdir. Və indi bizdən BK plus AY, yəni bunların cəmisi cavab edir 18 Y variantında. Keçirik indi 61-ci suala. İfadənin qiymətini hesablayın. Baxın, kök 15, kök altında 15-in kvadratı bundan müsbət 15 çıxacaq. Üzr istəyirəm. Mənfi 10-un kvadratı 100-dür. 100-dən də nə çıxacaq? Müsbət 10. Cüt dərəcəli köklərdir bunlar. Sonra kök 7-nin kvadratını uşaqlar biz belə yaza bilərik. Kök altında 7-nin kvadratı. Bu da 49 edir. Bundan da müsbət 7 çıxdı. Sonra mənfi 12-nin kvadratı 144 eləyir. Burada çıxma var. 144-dən də nə çıxacaq? Elə təbii ki 12 çıxacaq. Yəni uzun sözün qısası. Bunu daha biraz riyazi dildə desək, mənfi ədədin kvadratı onun modulunda çıxır. Yaxşımı? Yəni, məsələn, kök altında A əgər mənfidirsə, onda modulda çıxacaq. Bu da bərabər olur mənfi A-ya, əgər A özü 0-dan kiçikdirsə. İndi bu da mənfi 12-ni modulda çıxardan, yenə də 12 çıxacaq onsuz da. Daha asan yolla indi belə də dedim sizə. İndi 10 üstəgəl 5 neçə edir? 25. 25-in də üstə 7 eləyir 32. 32-dən də 12 çıxanda təbii ki neçə edəcək? 20 edəcək. Vəssalam. Bir daha da yoxlaya görə nəsə burada plus. Aha. 25 o da 7. Neçə elədi? Elədi 32. 32-dən də 12 çıxanda cavab eləyir 20. Cavab Y variantı. İndi 62-ci suala baxaq. İfadənin qiymətini hesablayın. Burada biraz yaxşı düşməyib şəkildə 6,5 vurulsun 10 üstü mənfi 7-dir, səhv eləmirəmsə üstəgəl. İndi əgər nəsə burada bir şey olsa şərhlərdə yazarsınız bu sualın düzgün variantı. Məncə mənfi 7-yə oxşayır. Bu da mənfi 8-ə oxşayır. İndi tam yaxşı görünmür burada. Nəysə, baxaq. Deməli, biz ilk öncə nə etməliyik? Bəlkə belə eləyək. Burada toplama var, bir də 2 dənə vurma var. Mən burada ortaq məxrəc, daha doğrusu ortaq vuruq çıxartmaq istəyirəm.
Elə isə onun qüvvətlərindən nəsə bir ortaq məxrəc çıxartmalıyıq. Biz həmişə ortaq məxrəc, daha doğrusu mötərizə xaricinə, üzr istəyirəm, mötərizə xaricinə çıxaracağımız ədəd qüvvəti daha kiçik olan ədəd olmalıdır. Yaxşımı? Burada da qüvvəti kiçik olan ədəd biz 10 üstü 8-i çıxara bilərik. 10 üstü 8-i çıxardıq. Aha. Davamında isə indi yazıram. 6,5 vurulsun 10. Bax bu şəkildə niyə görə belə yazılıb? Bax fikir verin. Bu onun qüvvəti 1-dir. Siz 10 üstü -8-i təzədən 10 üstü 1-ə vuranda məxrəcdə toplanacaq olacaq -8 üstəgəl 1 eləcə -7. Deməli bu açılışı alırıq. Bu 10 müsbətdir də, 10 üstü müsbət 1. Üstəgəl 1,8-in özü. Düzdürmü? İndi bərabərdir. Bərabərdir. 10 üstü -8 olduğu kimi yenə də qalır. Mötərizədə 6,5-i 10-a vuran neçə edir? 65. Üstəgəl 1,8. Bu da bərabərdir. 10 üstü -8 vurulsun 65-in üstə 1,8 neçə eləyir? 66,8. Diqqətlə qulaq asın. Bax bunu biraz da davam elətdirək. Bax 66,8 tapdım. 66,8 yəni 10-un üstü qüvvəti -8 olmalı. Amma burada elə bir şeylər yoxdur. Deməli onda bizdən 66,8-i %68 kimi göstərməyimizi istəyir. Onda mən belə yazacağam. Yazacağam 10 üstü -8 vurulsun. Bunu mən 6,68 vurulsun 10 kimi yaza bilərəm. Düzdürmü? Çünki nəyə görə? 6,68-i 10-a vuranda yenidən 66,8 edəcək. Vəssalam. Burada da olacaq 6,68 vurulsun 10 üstü 8-i 10-a vuranda neçə eləyəcək? 10 üstü -7. Vəssalam. 6,68 vurulsun 10 üstü -7. Bəli, cavab C variantıdır. Bizdən cavabı bu şəkildə istəyiblər. Sonra 63-cü suala baxaq. Deməli, belə bir üçbucaq var. Deyək ki, AC xətti, AC parçası DY-yə nədir? Paraleldir. Paralelçi uşaqlar biz Fales teoremindən istifadə edəcəyik. Yəni, fərqli yollarla baxa bilərik əslində buna. Məsələn, AD-nin DB-yə nisbəti, YS-nin BY-yə nisbətinə bərabər olar. Onda gəl belə yazaq. 6/4 x böl 6-ya bərabərdir. Buradan da 4x bərabərdir 36-ya, x də bərabərdir 9-a. Vəssalam, cavab 9. Və yaxud da buna əgər oxşar üçbucaq kimi baxsaq, BDY üçbucağı uyğun olaraq BAS üçbucağına oxşar olur. Və paralel, baxın bu bucaqla bu bucaq paralel olduğu üçün bərabər, bu bucaqla da bu bucaq bərabər, bu bucaqlar da bərabər olur. Bu oxşarlığa əsasən 4/10 bərabərdir 6/6 plus x-a. Bunu yenidən vurub atsaq, 24 plus 4x bərabərdir 60-a. 4x də bərabərdir 60-dan da 24 çıxanda təbii ki 36 edir. Aha, bunu buradan yazdıqda 36, yenə də x bərabərdir 9-a. Vəssalam, hər iki yolu göstərdik. 64-ü keçirik. Hansı variant doğrudur? Deməli, Z tam ədədlər çoxluğudur. -6 tam ədədlər çoxluğuna daxil deyil. Səhv fikirdir, daxildir. Mənfilər tamdır. Kök altında 8 deyir ki, rasional ədədlər çoxluğuna daxil deyil. Bəli, kökdə 8 irrasional ədəddir. Doğrudur da bu. Bizdən doğru variant istəyir. Çünki rasionala daxil deyil, irrasionala daxildir. Aha. Kökdə 16, kökdə 16 şagirdlər, bu 4 çıxır da. Bu da təbii ki, rasional ədəddir. Amma deyir, rasionala aid deyil. Ona görə C variantı yanlışdır. Kökdə 14 deyir, rasionaldır, səhvdir, irrasionaldır. -7-də 2 deyir, tam ədəddir. Xeyr, bu kəsr ədədir. Kəsr ədədlərdə tam ədəd ola bilməz. Bu da yanlışdır. Yeganə cavab B variantıdır. Kökdə 8 rasionala daxil deyil. Çünki irrasional ədəddir. Kökdən tam azad edə bilmirik. 64-də B. İndi kökdük 65-ə. Tənliyin kökləri cəmini tapın. Baxın, bu tənlik kvadrat tənlidir. Gəlin bunu çevrilmiş kvadrat tənliyə çevirək. Hər tərəfi 4-ə bölürəm. X kvadrat plus 4x plus 4 bərabərdir 0-a. Artıq çevrilmiş kvadrat tənliyində Viet teoremindən istifadə edə bilirik. Bizdən cəmin istəyir, cəmin hasil edir. Cəm istəyirsə, bəli. Olacaq B-nin, yəni x-in əmsalının əksi, yəni -4. Cəmi -4-dür. Cavab yəni D variantıdır. Yaxşımı? Vəssalam. Bir də təcrübə çevrilmiş kvadrat tənliyə Viet teoremindən əsasən tənliyin kökləri hasili sərbəsət olur. Amma cəmi isə x-in əmsalının əksi olacaq, yəni -4 olacaq. D variantı. İndi keçirik 66-ya. Verilmiş tənliklərdən hansının 2 bərabər kökü var? Kvadrat tənliklərdir bunlar. Hər biri də çevrilmiş kvadrat tənlidir. Şagirdlər, belə kvadrat tənliklərdə, belə suallarda 2 bərabər kök olmaq, yəni 1 kök olur. Və bu da diskriminantın
sıfıra bərabər olduğu hallarda mümkündür. Yaxşımı? İndi biz bir-bir baxmalıyıq, hansılar ola bilər ki, diskriminant sıfıra bərabər olsun və Viet teoreminə də tez görə bilərsiniz, əgər baxa bilsəz. 2 bərabər kök deyirsə, diskriminantla da tapa bilərsiniz. Məsələn, D variantına baxaq. Bax, kökləri hasıla 36 eləsin, cəmləri 12 eləsin. Hansı ədəddə bu? Təbii ki, 6 ilə 6. Diskriminantı da hesablasaz əgər, olacaq D bərabərdir, 144 çıxılsın, 4 vurulsun, 36. 1 vur 36, o da edir. Dəyəri şərtlər 4-ü 36-ya vuranda təbii ki 144 eləyəcək. 144-dən 144 sonra cavab eləyəcək 0. Bəli, diskriminant 0 və cavabı da V-lə tapdıq onsuz. 66 da D variantıdır. Keçirik 67-yə. Deyək ki, ədədi 0,2 dəfə artırsaq, ədəd necə dəyişər? Yaxşı, diqqətlə qulaq asın indi. Ədədi 0,2 dəfə artırmaq nə deməkdir? Yəni 0,2-yə vuraq. Bax, ədəd x-dir. 0,2-yə vururuq, olur 0,2x. Düzdürmü? Bir dənə bu aşağını təmizləyək. Bizə mane olmasın. Bax, fikir verin şagirdlər. Ədəd x olub indi 0,2. Yəni, ədədin 10-da 2-si qalıb. Yaxşımı? Və ədəd, fikir verin, bir vahiddən 0,2-yə düşüb. Deməli, ədəd burada avtomatik görür ki, 80% azalır. Yəni, nə deməkdir bu? Ədədi 0,2-yə vurmaq, bax şagirdlər, bir dənə baxaq, ədədi 0,2-yə vurmaq. Məsələn, x-i 10-da 2-yə vururam, düzdürmü? 10-da 2-yə vurmaq nə deməkdir? Yəni, ədədi 5-də 1-ə vurmaq deməkdir. Bu da bərabərdir x böl 5. Yəni, ədəd 5-ə bölünür. Əgər x özü 100%-dirsə, 100%-dirsə, bunu 5-ə böləndə nə qədərsə qalacaq? X-in 100-ü 5-ə böləndə nə qədər qalır? 20% qalır. Ədəd özü 100% imiş, olub 20%. Nə olub? 80% azalıb. Cavab olur Y variantı. Vəssalam. Ümumiyyətlə, belə suallarda praktik olaraq daha tez fikirləşmək lazım. X olub 0,2x. Demək, 0,8 çıxıb, azalıb. Yəni, nə olub? Ədəd 80% azalıb. Yəni, onun 20% qalıb. 0,2 %20 deməkdir. Yəni, 20% qalıbsa, deməli, 80% azalıb. Belə. İndi baxırıq 68-dən. Deməli, x müsbət ədəd, y mənfi ədəd, z də mənfi ədəd. Aşağıdakılardan hansı doğrudur? Deyir, üçünün hasili mənfi ədəddir. Bax, müsbət, mənfi, mənfi. Mənfini mənfiyə vuranda müsbət, müsbəti müsbətə vuranda müsbət. Deməli, bunların üçünün hasili 0-dan böyük eləməli idi, səhvdir. X, y müsbət ədəd göstərir. Mənfini müsbətə vuranda mənfi edir, səhvdir. B variantı, x plus y nədir? Mənfidir. Mənfi ilə mənfini toplayanda yenə də cavab mənfi eləməlidir. Müsbət eləyə bilməz. Səhvdir. Sonra y-i z-ə vurub, eləyib müsbət. X özü də müsbətdir. Bunların da cəmidi yenə müsbət 0-dan böyük eləyir. Cavab Y variantı. İndi C variantına baxaq. Y mənfi, Z mənfi. 2 mənfinin də cavabı 0-dan kiçik eləməlidir. Deməli, C variantı səhvdir. 68-də Y variantı. İndi isə keçirik neçənci suala? 69-cu suala. M ədədi N ədədinin bölənidir. Bax, nə deməkdir? M ədədi N-in bölənidir. Yəni, N böl M qismətində N M-ə tam bölünəcək. Yaxşımı? Bax, M N-in bölənidir. Deməli, N özü nədir? N özü bölünəndir. K isə F-in bölənidir. F böl K ifadəsini yazırıq. Yaxşımı? Yəni, əgər F-in bölənidirsə, F-dən kiçik olmalıdır bu. İndi, təbii ki, natural ədəddən söhbət edirəm, amma bizə natural ədəd deməyib, sadəcə sizin rahat başa düşməniz üçün deyirəm. İndi deyir, above Mn. Bax, şagirdlər, biz belə, əgər bir ədəd digər ədəddən bölənidirsə, əkob deyiləndə biz bölünəni götürürdük. Amma əbob deyiləndə kiçiyi götürürdük. Yəni, böləni götürürdük. İndi bunların içərisində əgər M N-ə tam bölünürsə, əbob deməli burada balaca olmalıdır, bölən olmalıdır. Əbob M-dir. Deməli, əbob M-in bərabərdir M-ə. Üstə gəl. Əbob K F. Burada da yenə də biz nəyə götürməliyik? Balacanı götürməliyik. Yaxşı, balacanı götürməliyik. Balaca dansıdır burada K-dır. Yəni, böləni götürməliyik. Daha rahat başa düşmək üçün mən balaca deyirəm. Yəni, əgər K F-ə bölünürsə, K F-in bölənirsə, deməli, əbob da burada K-dır. Əkob sorusaydı F-i götürəcəkdim. Amma əbob sözünə görə K-nı götürdüm. Cavab elədi M plus K. 69-da cavab A variantı. Vəssalam. 70-ə baxaq. Xəritədə ölçüsü 1 desimetr, həqiqi ölçüsü 800 metr olan yolun təsvir edildiyini bilərək miqyası tapın. Miqyas o deməkdir, yəni 1 santimetrə neçə santimetr uyğun gəlir? İndi gəl yazaq, 1 desimetr 10 santimetrdə. 10 santimetrə əgər 800 metr uyğun gəlirsə, bəs miqyas yəni 1 santimetrə neçə santimetr uyğun gələr?
Bunu da çarpazlıqla düz mütənasib olaraq 10x bərabərdir 800-ə dəyərli şagirdlər. 10x bərabərdir 800-ə. Aha, x də bərabərdir 80-ə. İndi uşaqlar, bu 80 mən burada tapdım. Bu 80 mənim nəyimdir? Metrdir də. Bu metrlə tapdıq axı bunu. Əgər 10 sm 800 metrdirsə, 1 sm də 80 metrdir. Amma mən dedim ki, miqyasda nə olmalıdır? Bölmənin sağında nə yazılmalıdır? Santimetrlə ifadə yazılmalıdır. Yəni 1 bölünsün, da 80 yazmırıq. 80 metr neçə santimetrdir? 1 metr 100 santimetrdirsə 80 də olacaq 8000. Yəni 1 bölünsün 8000. Hansı cavabda var? C variantında, bəli, var imiş. İndi 71-ci suala baxırıq. Kvadratın tərəfini 25 sm-dən 35 sm-ə qədər artırıq. Kvadratın tərəfi neçə faiz artdı? Bax, şagirdlər, 25% imiş, daha doğrusu 25 imiş, bu olub 100%. İndi olub 35, yəni x faiz yazırıq. İndi tənasüblə həll edək. 25-i vururam x-ə, 35 vurulsun 100-ə. Hər tərəfi 25-ə bölsəm, 100-ü də 25-ə bölündə edəcək 4. X də bərabərdir. 35-i də 4-ə vuranda neçə edəcək? 140. Düzdürmü şagirdlər? 140 yazdım. İndi cavab 140 deyil ha. 140% olub. Ədəd 100% imiş, olub 140%. Deyir, neçə faiz artdı? 100-dən 140-a neçə faiz artıb? Təbii ki, 40% artıb da. 71-də B variantıymış. İndi keçək 72-ci sualımıza baxaq. 72-də görə bizə nə deyir? Deyir ki, vuruqlarından hansı mürəkkəb ədədin sadə vuruqlara ayrılışıdır? Uşaqlar, mürəkkəb ədədin sadə vuruqlara ayrılışında vuruqlar içərisində ancaq sadə ədədlər olmalıdır. A variantında 6 sadə ədəd deyil, 8 sadə ədəd deyil, 4 sadə ədəd deyil. Aha. Təbii ki, burada 1 də sadə ədəd deyil. Çünki 1 nə sadədir, nə mürəkkəb. Məsələn, tutaq ki, uşaqlar. Məsələn, 30-u biz sadə vuruqlara ayırırıq. 2, 15, 3, 5, 5, 1. Mən 30-u yazanda 2 vur 3 vur 5 kimi yazıram. Düzdürmü? Mən burada 1-i yazmıram. Axı 1 sadə vuruq deyil, 1 özü sadə ədəd deyil ümumiyyətlə. Nə sadədir, nə mürəkkəb. Yəni, həm sadə deyil, həm də mürəkkəb deyil. Burada 6, burada 8, burada da hansı ədədi sildik? Bir dənə baxaq görə dəqiq silmişik, yoxsa yox. Hə, 4-ü silmişik, 4 mürəkkəbdir. Yəni, vuruqlar içərisində sadə vuruqlar olmalı. Ona görə cavab C variantı 72-də. İndi keçirik 73-ə. Hesablayın. Əbob 12, 24, 36. Bax, F-Qlid üsulu ilə gəlin hesablayaq. Bölmə üsulu. Hər tərəfi 12-yə bölsəm əgər mən burada. Əbob 12, 24, 36. Yazıram əbob. 12-ni 12-yə böləndə qalır. 12-ni çıxartdıq mötərəzədən çölə. Yəni, belə üsuldan istifadə edə bilərik. Sadə vuruqlara da ayrı edə bilərik. Fərq yoxdur. Hər ikisi doğru yoldur. 12-ni 12-yə böləndə 1, 24-ü 12-yə böləndə 2, 36-nı 2-yə böləndə neçə eləyir? Daha doğrusu 36-nı 12-yə böləndə neçə eləyir? Eləyir 3. 12 vurulsun bu 3 ədədin əbobu. Dəyərli şagirdlər, baxın. 1, 2, 3. 1, 2, 3-ün əbobu nəyə bərabərdir? 1-ə bərabər. Yəni 12 vur 1 elə bərabərdir 12-yə. Vəssalam, cavab edir C variantı. Elə siz özünüz də bu sualı onsuz da baxan kimi bilmək olur. Sadəcə də isə izahı ilə göstərdim. Cavab 12 C variantı. 74. Yenə də bir ifadə var, hesablayın deyir. Burada da mənfidir, səhv eləmirəmsə. Aha, biraz yaxınlaşdıraq. Ya daha yaxından görə bilək deyə. Aha, indi yazacağım sualı. Deməli, uşaqlar, burada 3 vuruğun 3-ünə də bu mənfi 2 kvadratı nə edilməlidir? Tətbiq edilməlidir. Mənfi 2 üzərində olmalıdır, düzdürmü? Yazıram, 3-də 4-ün üzərində mənfi 2 vurulsun. A-nın üzərində mənfi 3-ün üzərində də mənfi 2. Şagirdlər, belə bir şeydir də o. Qoy da burada yazam da sizin üçün. Mənfi 3-ün üzərində neçə edəcək? Mənfi 2 edəcək. Vurulsun. B üstü 4-ün üstündə mənfi 2. Aha, diqqətlə qulaq asaq. Diqqətlə qulaq asırıq. Kəsirlərdə şagirdlər qüvvəti mənfi olanda 1 bölü 3-də 4 kimi əvəzinə elə kəsirin tərsini yaza bilərik. 4-də 3-ün kvadratı vurulsun. Bunu buna vuracam mən həmişə. Qüvvətin qüvvətidirsə, mənfi 3 mənfi 2 bölən neçə edəcək? Müsbət 6. Bu A üstü 6-ya bərabərdir. Bu da vurulsun. B üstü 4-ü mənfi 2 bölən neçə edəcək? Mənfi 8 edəcək. İndi biraz da sadələşdirək. 4-də 3-ün də kvadratı olacaq. 4-ün kvadratı ayrı, 3-ün kvadratı ayrı. Yəni 16-da 9, A üstü 6, B üstü mənfi 8. Aha. C variantına baxaq. 16-da 9, A üstü 6, B üstü mənfi 8. Bəli, doğruymuş. Aha.
İndi 75-ci suala baxaq. Hasılı 1-ə bərabər olan ədədlər, təbii ki, bu da çox sadədir. Məsələn, bu -16 eləyir, bu -1 eləyir, bu 2/5 eləyir, bu 0/5 eləyir, amma 0,125-i 4-ə vuranda cavab neçə edəcək? Edəcək 1. Da bunu heç yoxlamağa, hesablamağa ehtiyac yoxdur. Cavab A. Diqqətiniz üçün minnətdaram. Bu qədər.